Dolçalar. Dolçalar bir əfsanədir, bir nağıldır, bir tarixdir. Dolçanın sevgisi kaş məndə olardı, kaş səndə olardı, səndə olardı, səndə olardı. Bu zalda olan hər kəsdə olardı. Amma dolçaların ürəyini az qırılır. Dolçanın Allahı çox böyükdür. Dolçanın alqışı da böyükdür, qarqışı da böyükdür. Dolçanın həyatında olmağı üçün birinci növbədə dürüst olmalısan. Səmimiyyətini qorumalısan, təkəbbürlü olmamalısan, ailə canlı olmalısan, dəyər verməlisən, işləməlisən. Dolça əlində olanı bölüşür. Amma dolça düşdüyü zaman heç kim dolça ilə heç nəyə bölüşmür. Bir dolça sən əlindən tutub səni sahiblənirsə, düşdüyün o quyudan səni çıxardırsa, bu dolçanın ürəyinin təmizliyidir. İndiyənə qədər dolça kimin əlindən tutub o qaranlıq quyudan çıxardıbsa, o insanlar dolçanı qaranlıq quyunun içine atıb. Unutma, dolçanın səmimiyyətinin ən gözəl sevgisi onun daxili şəxsiyyətidir. Onun həyatında olan cəsarətidir.